Herkese yeni günden güzel bir salamlar olsun. Sizi böyle güzel günlerden salamlayıram. Her gününüz böyle güzel günler kimi olsun. Gelin ailenle birlikte sizi salamlayaq. Beğendiğin kişi bak. Güzeldiler. Başa düşmür deyəsən bu nədir? En çok bir şey beğendi. Bugün sport edirik. Liflərimiz işləmir. Onun için çağırmışıq. Gəlmədi. Düşdük 4'də. Çünkü 2'də də düşmədik. 13-cü mərtəbədən belə düşürük. Bu da bizim 1-ci mərtəbə. Bunlara göre işləmir. Buranı düzəldirlər. Gidirik metro parka. Aylin için ayakkabı bakacağım. Beğensem götüreceğim. Beğenmesem Temu'dan sipariş edeceğim. Tonda da böylesi var. Kıymetleri de 12.99. Bu da geçendi. Bir de böyle şeyler. En çok oğlan için var. Oğlan uşaqlar için. Aylin için böyük paltarlara baxıram. 3-5 yaş arasıdır bura. Aylin üçün hələ tezdir. Amma geçən paltarlar var. İndirimdədir. Güya. Buradakı ayaqqabılar da bunlardır. Hamısı çox yumuşaqdır. Qiymətlər də budur. 15 manat. 19. 99. 2-2'dən də çıxdıq. Heç nə bəyənmədim. İndi molu gəzək. Və gedək evə. 1-2 tane de giran alacağım balkon için. Uşaqlar üçündür. Belki Aylin'i getirdim bura. 1 saati 7 manatdır o otaqda. Ama boyu 80 santimetrdən götürürlər. 7 manat desin 1 saati. Aylin geçen gezdi. Altın başak bir şey yanırımı yedi. Bir tane de sirap almışam uşaq üçün. Maşayı midveyt var. Şekli. Hava bugün çok güzeldi. Elə bir yay gəlib. Aylin yeni yiyir nəsə. Həmişə kimi biz də gəldik. Burada kofe içməyə Narimanovda. Zloy kofe. Ice latte'm da geldi. Aylin de benim kofemi istiyor. Ha? Dizdirirdi. Siz bir tane buna bakın. Vallahi o birisi de orada oturup. Geldim güllerimi de alaq buradan. İlk eve. Çok güzeldiler.
Alışveriş eləmişdik. İyidərəm üzümə parfüm aldım. Yves Saint Laurent Black Opium götürdüm. Sonra açaram, göstərərəm sizə. Burada alt paltarları da götürmüşəm Navis'dən. Bir də Arzumdan qaş sabitləyicisi götürmüşəm. Bir də dodaq üçün qələm. Onlardan indi sizə göstərəcəm. Biz isə gedək yığışaq və gedirik dincəlməyə yoldaşımla bugün kimiz qohumlarımızla. Gedirik yenidən Xutarok restoranına.Laşdırılması da çox qəşəngdir. Kırmızı renkdədir. Və mən 30 ml götürdüm. Ama içində hədiyyəsi də var. Bir dəqiqə çıxardım. Bir əlindən rahatdır. İçində balaca böyle bir hədiyyə var idi. Elizabeth Arden White Tea. Ağ çay. Bir də Yves Saint Laurent Black Opium qoxusu çox gözəldir. Kim işlədirsə bilir. Saat 6-dan sonra isə başladım tez bazar hazırlaşmağa. Makiyajla birlikdə saç düzümüm və paltar tapmağıma hamısına 30 dəqiqəm vaxt çəkdi. Əslində kablukla şalvar giyinmək istirdim. Elə də giyindim. Blok qırmızı olduğuna görə götürdüm. Bir dənə məndə qızıl gül var idi. Qızıl gül də deyil, sadə gül idi, broşka. O da ki heç broşka da deyil. O boyun bağıdır. Mən isə onu köynəyin üzərinə taxdım. Çox gözəl görsənir məncə. Başqa qırmızı detal olaraq çantamı götürdüm və qırmızı sırğalarımı. Məncə göy rənglə qırmızı rəng bir-birinə çox yaraşır. Siz nə düşünürsünüz? Alındı yoxsa alınmadı? Burada Shakira mahnısı olduğuna görə bu video təəssüf ki bloklana bilərdi. Ona görə musiqinin yerinə mən sizə oxuyum. Nana 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 nana. Burada belə bir mahnı olmalıydı. Burada da günümüz çox tez bitmişdi. Çünki video çəkmirdim. Sadəcə dincəlirdim. Konumun yeni gözəlçələrini də göstərmək istəyirəm. Yeni almışam. Başım mənim üçün olar. Girən. Bunlar da 2 ədəddir. Biri qırmızıdır, biri də bu belə gözəl rəngdə. Bir də burada bir şeyler aldım. Onları da göstereceğim. Burada bananlı sudur məndə. Burada da nə almışam? Torpaq almışam. Bir də belə dipçək daşı. Çünki məndə altda heç nə yox idi dipçəklərin. İndi istəyirəm ilk bunu qoyacağım güllərin altına. Sonra isə qarışdıracağım torpaqla bunu. Görək necə olacaq. Özlərinə gələcək ya yox. Bunlar belə balaca qarışıqdadılar. İstəyirəm onları böyük qarışıqa qoyum. Yerləşdirdim. İndi qalacaq torpaq. Qarışdıracağım bu poçva ilə. Görək necə olacaq. Bunlar da hazırdır. Biraz belə elədim və sulayacağım indi. O bananlı suyla. Bunu deyirdim də, görürsünüz göyərçinlər neyir buranı. Gərək təmizləmək lazım. Bu da saralıb niyəsə. Ne bilmirəm niyə görədir. Biraz belə sulayım. Məncə bəsdir hələlik. Aylin bacı hara gedir? Hə, Aylinka. Belə giyindirdim onu. Özüm də belə giyindim. Hava yaxşıdır. Biz çıxdıq evdən, gedirik marketa. Gedim ev üçün bəzi şeylər almalıyam. Həm də ki pəhrizə başlamışam deyə onu da sizlə bölüşəcəm ki hansı ərzaqları alacağım. Aylin də sakit oturmaq üçün salat vermişəm əlinə. Gedir evə. İstəyirəm birazdan Aylinə bu kaşalardan verim. Kim işlədir, yazsın necədir. Bundan götürmək istəyirəm problemə üçün. Bu balaca kız da dözmedi, banan verdim ona. Arazda kartoşka pisiydi, ona göre gedirik evimizin yanından alaq. Hava da çok güzeldi, sadece gezme istəyərdim ama evde iş çoxdu. Alışverişimizi elədik. Ne aldım? Pomidor çeri götürdüm. Hama aldım özüm üçün. 15%'lıqdır. Sonra filiyede 2,81 verdim. Bu özüm üçündür. Bu da yoldaşım üçündür. Yemek hazırlayacağım. Səfərlərimizə 1 kilo götürdüm. Hə, 5,92 butlardır. Bir də Azərbaycan nəyə görə çox sevirəm? Yaşıllığa görə. İminlə göyərtilər hər zaman belə fresh olur. 3 ədəd göyərti götürdüm. Göyərti, turp götürdüm.
Kələm, iceberg 62 qəpi, əlin üçün brokoli 65 qəpi verdim bir dənə balaca brokoliyə. Çox almıram, indi istəmirəm onları atım buzluğa, belə alacağım, pişirəcəm və salam. Pişin yeməyi bizdən Əlinin 2 dənə bananı, bir dənə banan da yedi. Ümumi bunlara 20 manat verdim, bir də kartoşka 3 kilo yoxsa 2 kilo aldım. Burada isə toyuqdan belə bir qızartma eləmişdim. Çox dadlı idi. Siz də eləyə bilərsiniz, sınaya bilərsiniz bu resepti. Çox dadlı alınacaq. İlk öncə götürdüm budları, qəşəng tavada qızartdım, iki tərəfli. Yadladım toyuğu, sonra çıxartdım. Həmin tavaya göndərdim bizim soğanımızı. Əslində bu reseptdə sadə pomidorlar gedir, böyük. Amma məndə olmadığına görə mən çeri pomidorlarından istifadə elədim. Hətta ki mən çeri pomidorlarını çox sevirəm, çünki dadı başqadır. Tomat pastası o da bitmək üzrə idi. Su əlavə elədim ora və belə bir tomat pastamız alındı. Daha da suluydu biraz. Blenderda isə mix göyərti qarışdırdım. 2 diş sarımsaq və 2 çay qaşığı duru yağ. Belə bir pasta alındı. Yaşıl indi əlavə elədiyim tavaya. Sarımsaq bu yeməyə daha başqa bir dad və tam verir. Ondan sonra göndəririk tavaya bu sosun yanı bizim toyuqlarımızı və salam. Burada da iş başındayım. Özüm üçün pəhriz Sezar hazırlayıram. O sudur. Su içirəm şərab bakalında. Bir də burada toyuqlardır. Belə döydüm onları. Burada multivarkada püredir. Yoldaşım üçün yemək belə bir toyuq alındı. Ləzzətli. Çox gözəl qoxu gəlir. Sarımsaq qoxusu. Heç nə. Mən də gedim işlərimə davam. İşlərim çoxdur bugün. Hazırdır. Grill tavada qızartdım. Duzsuz falan. Buradakı sousdur. Smetandır. Xama 15%'lik bir diş sarımsaq, bir də bir xörək qaşığı xardal istifadə eləmişəm. Burada iceberg'dir, pomidor çerilər, suxariksiz olacaq. Bir də belə pendir götürdüm. Parmezana oxşardı. Bərk pendirdir. Üzərinə prosta rendeləyəcəm. İfsə. Mənim pəhriz salatım belə bir şey alındı. Üzərindəki də pendirdir. Çox ləzzətli görsənir. Çıxdıq biraz parka gəzməyə, Əlini gəzdirmək üçün. Halam qızı da bizə gəlmişdi. Biz sushi sipariş elədik. Ne gedirik yemeği yemeye eve. Твоя ножка была? Подожди, я забыла. Я должна была снять салфетки. Salfetka da koydular. Geçen dəfə palçıkımızı koymadılar. Bu da her zaman sipariş edildiğimiz set Paradise. Кто что koyacaklar? Смотри. Раз, два. Palçıkı da Эти koydular. тоже много. Dedim de. İçine biz de gidelim yiyek bize nuş olsun. Когда не могу открыть. Который я не люблю. İnkanda paltarını dəyişdirirəm. Dişlərini təmizlədik. Qaldı bezini dəyişmək və əl üzünü yuyacağım, gedəcək yatmağa. Mən burada oturmuşamsa, saçımı darayıramsa, deməli baxım eləyəcək və biraz söhbət. İstəyirəm saçımı darayım, belə baxmayın saçıma biraz yapışqanlı, çünki gərək çinməliyəm. Onu da sabır eləyəcəm, çünki biraz yorğunam, istəyirəm təkcə baxım eləyim və gedim yatmağa. Saçlarımı arxaya yığım və keçək baxımımızı eləməyə. Bunları Temu'dan sifariş eləmişdim. Çox idi. Bunlardan yarısını itirdim, yarısını ailem itirdi. Həmişə bir baxım eləyəndə bunlardan istifadə edirəm. Çünki saçları qəşəng yığılır. Saçları da qabağa gəlmir. Nəysə, keçək birinci gözaltı serumdan istifadə edəcəm. Belə götürürük. Belə pipetkası var. Mən bu barmağıma istifadə edirəm və başlayırıq belə gözün altına yaymağa. Bu serum nə edir? Gözün yorğunluğunu, məsəl üçün bu tərəfini aradan qaldırır və nəmləndirir.
Əgər sizin gözaltı tərəfiniz çox qurudursa istifadə edə bilərsiniz. Okey, gözləyək ki bu qurusun. Ən sonda bütün məhsulları sizə göstərəcəm, siz də görə bilərsiniz. La Roche-Posay məhsullarıdır məndə hələ ki və Vichy. Onlardan istifadə edirəm. İndi isə keçək bu sıvırıtkaya. Bu da B5 tərkibində B5 vitamini var, bir də gialuron turşusu. Hamısı nəmləndirici bir effekt verir. Sizlə nə söhbət eləmək istəyirdim? Bu aralar çox yorğun idim, video çəkmək istəmirdim. Biraz fikirlərim dəyişib hər şeyə görə. Ana olandan sonra fikirlərim çox tez-tez dəyişir. Biraz məsuliyyət daşıyıram deyə fikirlərim tez-tez dəyişir. Həm də ki, ailəmlə axır zamanlar biraz çətin olur mənim üçün. Çünki tək baxıram. Arada mamam gəlib kömək edir, düzdür. Amma o heç nəyin yerini verməz də, o yorğunluq. Belə. Bu arada ailen üçün bir dənə krem almışam. Biodermanın məhsuludur. Çünki ailədə bilmirəm, Instagramda məni izləyirdiniz, mən soruşurdum. Çünki ailənin üzündə, hər iki tərəfdə səpki deyildi, elə bil ki, quru ləkələr idi. Bilmirəm, qaşınırdı ya yox, çünki ailən danışa bilmir və mən bilmirəm, onlar qaşınırdı, qaşınmırdı. Mənim üçün maraqlıdır ki, o nədir? Nəysə, biraz araşdırandan sonra gördüm ki, bu atopik dermatitdir. Və nəhayət ki, bu məhsulu aldım. Biodermanın məhsuludur. Biraz bahadır, düzdür. Bioderman məncə məhsulları hamısı bahadır, həm effektivdir. Bioderma, Ataderm belə bir adı var. İndi birazdan məhsulda sizinlə paylaşacağım. Əgər sizin körpənizdə belə bir problem yaşanırsa, onu istifadə edə bilərsiniz. Sizə tövsiyə edirəm onu. Çünki mənə həkim başqa bir krem yazmışdı, amma o krem mənə heç kömək eləmədi. Yəni ailəyə. O kremədir ki, biz hardasa hormonalni krem idi özdə. Onu çox istifadə eləmək olmaz. Mən də bilmirdim. Ona görə biraz araşdırmaq lazım idi. Mən araşdırdım və araşdırmağın nəticəsinə gələrək mənə 3 məhsul tövsiyə elədilər. La Roche-dan var idi bu məhsullar. Bioderma, bir də Mastella. Mastella mən istifadə eləmişəm ailen üçün. Çox gözəl qoxusu var. O da biraz bahalı məhsullardır. Üçü. Və mən Biodermanı seçdim. Trendyoldan sifariş eləmədim, çünki çox gec gəlirdi. Ona görə mən buradan aldım. 40 neçəsə, 44 manat verdik, yoxsa nə qədər. Amma super bir şeydir. Atopik dermatit Google-da yazsaz biləcəksiniz nədir. Həm üzündə var idi, həm ayaq tərəfində. Mən fikir vermirdim, elə bilirdim ki, keçəcək. Yəni bəbəşli deyil, keçəcək, amma keçmirdi, daha da çox olurdu. Mən fikirləşirdim ki, yeməkdəndir. Amma o deyildi. Yəni yumurtanı da kəsdim, südü kəsdim. Məsəl üçün inək südü, ağuşan içində inək südü var. Bəzi qaşalarda var süd, südlü qaşalarda. Bütün onların hamısını kəsmişdim, amma heç biri kömək eləmədi. Ona görə bu Biodermadan biz aldıq. Super. Yəni siz alın ondan, istifadə edin. Əgər sizin dərinizdə varsa, bu sırf atopik dermatit üçün kremdir, superdir. Sizə də tövsiyə edirəm. Ona görə istifadə edə bilərsiniz. Belə, çox xoşbəxtəm. Buna görə mən çox əsəbləşirdim. Fikirləşirdim ki, keçməyəcək, ya qidadandır, hansı qidanı verirəmsə ona düşmür. Nasriyəm yox idi ona görə. Həm də ki, ailəm biraz həssas dərili uşaqdır. Nəsə olmayan kimi dəri qırmızı olur. Ona görə mən də əsəb keçirdirdim. Şükür, amma düzəldi. Və biraz yorğun olduğuma görə videolar çəkmirdim, amma özümə gəldim. Və özümü yaxşı hiss edirəm. Bir neçə məhsul da var. Arzum Beauty House-dan almışdım buradan. Bir dənə dodaq üçün karandaş idi. Miss Tice 751 idi, səhv eləmirəmsə. Bir də qaş sabitləyicisi almışam. Mənim qaşlarım düzdür. Elə bir ki, onları forma verəndə, qaşlarıma forma verəndə onlar qalmırlar. Tez düşürlər. Əgər sizin qaşınız incədirsə, məhsullar sizə super yaraşacaq. Məndə tutur əslində, amma çox yox. 2-3 saat saxlayır və sonra qaşlar yenə düşür belə. Əslində məndə qaş tatuajdır. Tatuaj deyil, permanent.
Amma çoxdan eləmirdim. İstəyirəm ki, tam effekti getsin. Ondan sonra normal gedim, qaşımı düzəldim. Bəlkə də üzümə bir neçəsə toxunuş elədim. Çünki bu tərəflər bəyənmirəm. Hər bir qadında var məncə bu. Amma görək necə olacaq. Kosmetologun yanına getməliyəm. Çünki məndə asimetriya var. Bildiyiniz kimi mən dodağıma gel eləmişəm. O da asimetriyaya görə. İstəmirdim ki, dodağım belə olsun. Asimetriyaya görə eləmişdim. Balzam da oraq. Dodaq balzamımızı. Əslində mən belə şeyləri xoşlamırdım ki, nəsə üzümdən eləyim. Amma elədim çünki çox pis görsənirdi. Estetik cəhətdən bir tərəf böyük idi, bir tərəf balaca. İndi də məsəl üçün görə bilərsiniz, biri yuxarıdır, biri aşağı. Ona görə bunu düzəltmək lazımdır. Və salam. Dodaq balmı da çəkdik. Bu arada bitdi hər şey. Və bu məhsulu, bu serumdur qaş üçün, həm kiprik üçün uzadır. Nə deyə bilərəm? Qəşən uzadır. Serumdur bu əslində. Koreya məhsuludur, The Same markasından. Mən hər dəfə Koreya saytlarından sifariş edirdim. Burada bilmirəm, var ya yoxdur. Belə. Bunu da bitirdik. Və gəlin sizə məhsulları göstərim. Mənim baxımım bitdi. Rossmanndan belə bir maska almışdım. Ayaq üçün maskadır. Belə maraqlı görünüşü var. Buradan görə bilərsiniz. Qiyməti yadımdan çıxıb. Üzürlü sayın. Belə paketdədir. Ayağınızı salırsınız onun içinə və sizə qulluq edir. Maska ayaqlarınıza qulluq edir. Bunun birini almışdım. Bəyəndim. Qəşən nəmləndirdi ayağımı. Burada həm razmeri də var. 36-dan 43-ə kimidir. Sorry, mən alman dilində bilmirəm. Kim bilirsə, yəni corab formasındadır maska. Belə adını soruşmayın məndən, deyə bilmərəm onun adını. Başqa bir şey deyəmərəm, amma Rossmann'da var. Yəni istəsəz gedib buradan götürə bilərsiniz Rossmann'dan. Okey, mən onda sizə hansı məhsullar istifadə eləmişəm onu göstəreyim və ailənin o möhtəşəm hər şeyi bərpa eləyən kremi. Bəlkə sizə də lazım olar. Ondan sonra da sizinlə mən как всегда sağollaşmalıyam. Bu videonu izlədiyiniz üçün təşəkkür edirəm. Hər zaman dediyim kimi də olacaq. Sizləri çox sevirəm və gələn vloglarda görüşərik. Gəlin məhsulları göstərim sizə. Bu qaş sabitləyicisidir. Top Face markasından. Belə bir şotçikası var idi içində və qablaşması belə idi. 14 yoxsa 13 manataydı belə civarında. Bu heç bu dodaq üçün yağdır. Bunları da almışdım. Dodaq qələmləridir. Miss Tice ikisi də olmalıdır. Gəlin mən sizə əllərimdə çəkim görərsiniz rənglərini. Elə bir rənglərdir. Biri 706-dır, biri də 761. Biri qəhvəyi rəngindədir. Biri də biraz belə bardovu rəngdədir, yoxsa nə rəngdədir? Belə görsənirlər. Və Alinkanın o həmin kremi. Oy, fokus hara gedir hər dəfə. Bu kremdir. Bioderma Ataderm Intensive Balm. Burada arxasında da yazılıb ki, Atopik bir dəqiqə, bu fokus mənə əsəbimə toxunur. Atopik dərilər üçündür. Super bir şeydir. Çox bəyəndim. Yəni sizə də tövsiyə edirəm bunu. Başqa məhsullarda göstərim, hansını istifadə eləmişəm. Artıq neçə aylarda istifadə edirəm. Lip balmdır bu. Çox qəşəndir. Kokos qoxusu gəlir. Bu Olivia'da var. Qiyməti də belə 3 yoxsa 4. Səhv deyə bilərəm. Çoxdan almışdım. Bəlkə qiymətlər ya qalxıb, ya düşüb. 106 nəmləndiricisi. Həm tərkibində vitamin var. Bu La Roche-Posay. Çox qəşəng məhsuldur. İstifadə edirəm. Bəyənirəm. Yenə fokus getdi. Bu serum. Bu da onun seriyasındandır. Bunlar da istifadə edirəm. Gecə ən çox. Bu Vichy'nin 89 mineral kremidir. 72 saata kimi nəmləndirici effekti var. Çox gözəldir. Artıq neçə aydır istifadə edirəm və çox məmnunam. Sizə göstərdiyim o maska. Bir də o serum. The Same markası olmalıdır. Studio. Belə. Həm həcm verir qaşlara və kipriklərə, səhv eləmirəmsə. Mən ikisinə də istifadə edirəm.
Beləliklə məhsulları sizə də göstərdim, siz də tanış oldunuz. Mən də gedim yatım, əzizlərim. Saçımı açım, qəşəng bir dənə hörü yığım və səhər çimməliyəm. Səhər çox işim var evdə. Ona görə sizinlə də buradan sağollaşıram. Çox sağ olun ki, bu vlogu izlədiniz. Gələn vloqlarda görüşənədək.